Göygölə mən birinci dəfə gəlirəm və birinci dəfə görürəm. Heç vaxt görməmişdim, heç rəsmlərdə də görməmişdim. Göygöl çox gözəl yerdir. Bəli, bayram tətili günlərində Göygöl Milli Parkına, Göygölün, Maral Gölün, digər göllərin gözəlliyini görməyə gedən turistlərin sayı xeyli artıb. 1500 metr yüksəklikdə yerləşən bu təbiət möcüzəsi hər kəsi valeh edir. Gəldik ki, Göygölə havamızı dəyişmək, yenilik, gözəl Novruz bayramımızı, Ramazan ayımızı, gözəl təbiətin güşəsini gəzməyə gəldik. Necədir təəssüratlarınız? Çox əla, çox gözəl. Çox mənzərəlidir. Görürsünüz, bu arada qar da yağır. Novruz bayramımızda ənənə olaraq ruzu bərəkət gətirir ölkəmizə. Çox şadıq, bugün buradayıq və dincəlirik əhlərimizlə bir yerdə uşaqlarımızla. Yaz tətili günlərində Göygöl Milli Parkına gələn yerli və xarici qonaqlar bahar fəsli olmasına baxmayaraq hazırda Milli Parkın ərazisində hökm sürən qış fəslinin əsrarəngiz gözəlliyindən də zövq almaq imkanı əldə edə bilərlər. Bu gözəlliyi görmək istəyənlər arasında əcnəbi turistlər də var. I am from the Netherlands, from Holland, from Amsterdam. Amsterdamdan gəlmişəm. Ölkəniz çox gözəldir, insanlar qonaqpərvərdir. Mətbəxiniz isə çox möhtəşəmdir. İlk dəfədir ki, Göygölə gəlirəm. Buranın təbiəti, mənzərələri çox xoşuma gəldi. Bu göl məndə çox böyük təəssürat yaratdı. Dağlar möhtəşəmdir, qar da yağır, çox maraqlı görüntülərdir. Azərbaycan çox xoşuma gəlir. İnsanları kimi təbiəti də çox mehribandır. 13 min hektara yaxın ərazisi olan Göygöl Milli Parkı ekoturizm həvəskarları üçün əla məkandır. Onlara 10 istiqamət üzrə marşrutlar təklif edilir. Parkın qapıları səhər saat 9-dan axşam saat 18-ə kimi hər kəsin üzünə açıqdır. Bayram günlərində xüsusilə qeyd etmək istəyirəm, turistlərin gəlişinin artımı müşahidə olunur. Göygöl Milli Parkında olan bu gözəllikləri istərdik ki, bütün Azərbaycanımız gəlsin, görsün. Qeyd edək ki, bu il Göygöl Milli Parkının 100 illiyi qeyd ediləcək. Bu əlamətdar tarixin turist sayında da özünü göstərəcəyi gözlənilir. Xaliq Qurbanlı, Fuad Quliyev, Röyə Bənənyarlı, ATV Xəbər.